Canlı və bioloji aləmin əsas mənbəyi olan su planetimizin 3/4 hissəsini əhatə edir. Dünyada, eləcə də ölkəmizdə əhalinin sayının çoxalması öz növbəsində suya olan ehtiyacı da artırır. Lakin təbiətdə baş verən iqlim dəyişiklikləri və qlobal istiləşmə su ehtiyatlarının azalmasına gətirib çıxara bilər. Elə ölkəmiz də su ehtiyatları məsələsindən əziyyət çəkən ölkələr sırasındadır. Çünki su ehtiyatlarının 70%-dən çoxu qonşu ölkələrdən nəql olunur. Su ehtiyatlarını artırmaq və əhalinə içməli su ilə təmin etmək məqsədi ilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması nəzərdə tutulub. Xəzər dənizinin suyunun şirinləşdirilərək özünün su mənbəyi olmayan ərazilərə, Abşeron yarımadasına və 825 kilometrlik Xəzər dənizi sahillərində olan yaşayış məntəqələrinə verilməsi nəzərdə tutulur. Əgər belə bir tədbir görülərsə, biz ikili uduşda oluruq. Çünki bilirik ki, əhalinin böyük əksəriyyəti Abşeron yarımadasında yaşayır və Abşeron yarımadasının öz su mənbələri yoxdur. Bakıya, Sumqayıta su çox uzaq məsafələrdən gətirilir. Bu gətirilmə zamanı su həm itkiyə məruz qalır, həm də suyun götürüldüyü ərazilərdə əlavə su çatışmazlığı yaradır. Ekspertlər onda bildirir ki, suyun duzsuzlaşdırılması prosesi Xəzər dənizinin ən az çirkləndiyi yerdə aparılacaq. Bəs bu zaman götürülən suyun ekologiyaya hər hansı mənfi təsiri ola bilərmi? Götürülən suyun həzmi Xəzər dənizinin səviyyəsində həzmindən qat-qat azdır. Buna görə də mən belə hesab edirəm ki, digər amillərlə müqayisə edəndə bu duzsuzlaşdırma problemi bir o qədər də kəskin olmayacaq. Ekoloji problemlər isə nəzərə almaq lazımdır ki, orada yaşayan canlılar elə texnoloji proseslərdən istifadə etmək lazımdır ki, ətraf mühitə, o cümlədən dənizdə yaşayan balıqlara, digər canlılara mənfi təsiri imkan daxilində az olsun. Bununla belə ekspertlər şirin su ehtiyatlarını artırmaq üçün çirkəb suların təmizlənərək içməli su kimi istifadə olunmasını təklif edirlər. Qeyd edək ki, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə bağlı texniki iqtisadi əsaslandırma hazırlandıqdan sonra layihənin icrasına başlanılacaq.